Allahın günah örtməyi, Allahın günaha görə cəzalandırmamağı təkəbbür, arxainlıq gətirirsə təhlükəli haldır. Xəcalət gətirirsə, o örtdükcə sən utanırsan, bağışlayırsan, utanırsan, bu gözəl haldır. Onda sən nicat tapacaqsan. Bu xəcalət hissini necə ifadə eləmək olur? İstiğfarla, üzrxaxlıqla. Dualarda var ki, sən o qədər örtdün ki, mən elə bildim ki, məni görmürsən. Günahın psixologiyası deyə bu, Allaha and olsun, çox incə məqamlardır. Yəni doğrudan da insanda örtməsi nəticəsində axırda şuuraltı olaraq belə bir şey yaranır ki, görmür deyəsən heç. Belə desən deyə, yox, Allah hər şey görür. Amma bu hiss ona hakimdir. Örtməyi ilə bəzən elə bir şey yaranır ki, insan elə bilir ki, görmür. Allahın bütün rəhməti bir evdədirsə, o qapı ilə o ev bağlıdırsa, o qapının açarı istiğfardır.